Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş verirsiniz əziz müsəlmanlar. Bu günləri yenə keçən səfərki mövzularımızı davam etdirəcəyik. Keçən səfərki günlərimizdə biz Allahın rəhmətindən danışdıq, Allahın rəhmətinə qoşmaq üçün dedik. Daha sonra tövbə etmək lazımdır və tövbəni biz nə cürlə saxlayaq? Tövbəni hansı qayda ilə saxlayaq? Quran-ı Kərimdə Şəms surəsində mütəal olan Allah buyurur, o kəslər ki, nəfslərini təmizlədilər, onlar nicat tapdılar. Onlar ki, öz nəfslərini bulaşdırdılar, batırdılar, onlar ziyana uğradılar. Məlum olduğu kimi bu günləri mövzumuz nəfsdir. İnsan tövbədən sonra bir çox çətinliklərlə üzləşir. Tövbəni sındırmamaq üçün insan gərək nəfsi ilə mübarizə aparsın. Nəfsinə dur deməyi bacarsın. Nəfsini qorusun. Çünki tövbədən sonra insan ilahi rəhmətə şamil olur. İlahi rəhmət onun halına şamil olur. Amma bu nə qədər davam edir? Bu, insanın ilk günahı etdiyinə qədər davam edir. Günaha getməməyin yolu nəfsi hakim çıxmaqdır. Ramazan mübarək bizə bunu öyrədir. Ramazan mübarək bizə yox deməyi, dur deməyi bizlərə öyrədir. Məsələn, bir çox şeyləri biz eləyə bilərik, amma Ramazan mübarəkdə eləmirik. Oruc halımızda biz eləmirik. Su insan üçün olar, amma biz deyirik yox. Çünki biz orucdayıq, nəfsimizə deyirik olmaz. Yemək olar, halalından bəli, yemək olar. Amma Ramazan ayında oruc vəziyyətində biz deyirik ki, nəfsimizə yox, hələ dur, hələ vaxtıdır, olmaz. Bunu sən etməməlisən. Allah bunu səndən bu cür istəyib. Ramazan mübarəkdə biz bu məşqləri eləyirik, nəfsimizə yox deməyi bacarırıq. Bəs gərək qalan günlərimizdə də, ömrümüzün başqa 11 ayında da biz bu yox deməyi bacaraq. Günahlara yox deməyi bacaraq. Bəzi vaxtlarda bəzi halallar var ki, onlardan da keçməyi bacaraq. Çünki mümkündür bəzi halallar olsun və bəzi halallar da var. Amma biz o halalları etməməliyik həmin zamanda. Həmin zamanda əgər etsək, məsələn, insanın şəninə, insanın şəxsiyyətinə zərər gətirib gələ bilər. Bir çox bu kimi işlərimiz var. Bunların misalları da çoxdur. Uzanmasın deyə verilişimiz, söhbətimiz qısa olsun deyə biz deyirik ki, biz yox deməyi bacarmalıyıq. Zamanında insan öz nəfsinə dur deməyi bacarmalıdır və bu cihadların ən böyüyü sayılır. Çünki Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir günləri cihaddan qayıdıb gələndən sonra səhabələrinə dedi ki, bundan sonra hazırlaşın, böyük cihadımız var qarşıda. Səhabələr fikirləşdilər ki, bundan sonra böyük bir müharibə gözləyir. Ya Resulallah, kiminlə olacaq bu cihad? Kim bizə qarşı vuruşacaq və biz kiminlə üzbəüz duracaq? Peyğəmbərimiz buyurdu ki, nəfsimizlə. Ən böyük cihad, əkbər olan cihad, insanın özünün öz nəfsinə qarşı olan cihadıdır. İnsan əgər öz nəfsinə yox deməyi bacarırsa, demək, insan günahlarla olan məsələlərini həll edib. Və əlbəttə ki, insan bir şeyi də başa düşməlidir, bilməlidir ki, biz daim Allahın huzurundayıq. Ona görə də biz gərək məsuliyyətlə başa düşək ki, biz nə edirik. Quran-ı Kərimdə Allah Teala buyurur, Ələm yələm yənnəllaha yərə, bilmirsinizmi ki, Allah sizi görür. Günah zamanında insan əgər bu ayəni xatırlasa ki, Allah məni görür və mən bunu bilirəm, inşallah günaha yaxınlaşmaz. Allah etdiyimiz tövbələri bizlərdən qəbul eləsin. Allah bizi bu ayda və bütün aylarda nəfsimizə qalib gələnlərdən qərar versin inşallah. Sağ olun, Allahın amanında olun.